Hər vaxtınız xeyir olsun qızlar. Notdan bir neçə məhsul aldım. Belə bir notonistik formada rumyanasını götürdüm. Bunu çox tərifləyirlər. Ona görə bundan aldım. Bir də belə Golden Rose'un dodaq boyasını götürdüm. Mat deyil, yağlıdır. Nömrəsi də 216 qızlar. Dodaqda çox qəşəng qalır. Bunların hər ikisinə də birlikdə 23 manat 68 qəpik ödədim. Bir də qızlar, belə bir nəmləndirici aldım CeraVe'nin. Bilmirəm istifadə etmisiniz ya yox. Üzü çox qəşəng nəmləndirir. Üzdə də yağlı his buraxmır. Mən bunu aptekdən aldım və qiyməti də 13 manat 90 qəpik ödədim. Məsləhət görürəm qızlar, bunu almanızı, çox qəşəngdir. Qızlar, Olivia'dan da bir neçə məhsullar almışam. Daha çox hamısı elə demək olaraq baxım məhsullarıdır. İndi bir açıb göstərəcəm hər birini. Qızlar, belə açım göstərim sizə. Qızlar, bunları başqa mağazadan almışam. Belə parça maskalar götürmüşəm. Bir tane belə bir maska götürdüm. Bunlar hamısı Koreyanındır. Bunlar parça maskadır. Bir tane belə Farmstein. Bir tane yine Farmstein. Bir tane yine belə Farmstein. Kolagen tərkibli maskasını götürdüm. Bunlar dördü də parça maskadır. Bunları ise Olivia'dan almışam. Belə fırça ilə olan götürdüm. Bu yağlı dəri üçündür. Belə köpüklüdür. Dərini də təmizləyir. İstəsəz əgər maraqlı olsa qiymətlərini də soruşsaz əgər deyərəm. Bir də belə bir paçı götürdüm. Bu gözaltı üçündür. Bunun da hər bir qızlar endirimdəydi. Ona görə də sizə hansı maraqlısı soruşarsınız, qiymətlərini deyərəm. Belə bir göz kremi götürdüm. Belə bir skrab götürdüm. Belə Cosmogenes'in nemlendirici kremini götürdüm. Bu da yağlı dəri üçün olandır. Belə bir üz yuma gölü götürdüm. Qızlar, buna hiç istifadə etməmişəm. Mən hər dəfə fərqli alıram. Bu dəfə də aldım ki, bunu sınayım. Şu qızlar, Olivia'dan aldıqlarım bu qədər. Qızlar, gəldi ki, Temu paketimi gəlib. Ona görə düşdüm ki, onu götürüm. İndi evə gedim. Bir açıb paylaşacağım sizlə də. Bağlamanı qızlar götürdüm. İndi açıb göstereceğim size bir. Birinci böyle bir ayakkabı almışım. 36 razmer. Böyle bir şeydi ama kızlar çok qəşəng gəldi. Böyle bir modeldi. Biraz əzilib ama eybi yox. Şöyləcə 36. Belə ayakkabı. Bir de böyle bir Allah razı olsun. Bundan buldum. Kızlar, bunu göstermeyeceğim. Bunlar iç giyimleri. Bu da iç giyimleri. Ona göre göstermeyeceğim. Bir de böyle Samsung A telefonu için A10 daha doğrusu. Böyle bir koruyucu şişe vurmuşam. İçinde 3 dənə olmalıdır. Qiymətdə münasib idi. Hardasa
3 manat idi. Buna görə bunu da vurdum. Belə bir kofta vurmuşam qızlar. Bilmirəm əynimə olacaq ya yox. Göstərim sizə. Həmişə bunu sədəqə atırdım amma almadım. Bu dəfə dedim vuracam. Materialı pambıqdır amma biraz yumuşaqdır. Belə bir şeydir. Bilmirəm oradan görsənər ya yox. Belə qıraqları tigirdir. Belə bir şeydir. Mən M razmeri vurmuşam. Elə bir biraz gəlib. Bir də belə bir tablo sipariş vermişəm. A10, Samsung A10 telefonu. Belə stikdir. Bu da qəşəngdir, xoşuma gəldi. Qızlar, hələlik bu qədər siparişlərim hamısı bunlar idi. Qızlar, yenə trend olan bir dondurmanı yoxlayacağıq. Ben bunu Araz Marketdən aldım. Qiyməti isə 2 manat 55 qəpik idi. Dadını çox bəyəndim qızlar. Belə saqqız dadı gəlir. Bir də belə içində rəngli belə toplar var. Bunlar da ağızda partlayır. Çox maraqlı dadı var. Dadını çox bəyəndim. Sizə də tövsiyə edirəm bunu almanızı. Araz marketlərdə satılır. Evdən ürəyimiz qalırdı. Ona görə də yukarıda götürdüm. Bugün biraz küləkli idi hava. Sərin idi artıq. Demək olar ki, artıq havalar sərinləməyə doğru gedir. Ki belə yukarıda hava alsın, həm də yorulsun. Biraz indi evə gedəcəyik. Qızlar, marketdən özümə belə bir leys götürdüm, burgerli. Heç bunu sınamamışam. Amma deyim qızlar, dadına da baxdım, çox bəyəndim, bu çox dadlıdır. Bir də belə bir suxari götürdüm. Mən ketçuplamanı götürdüm. Bu da çox əla idi. Bravo marketdən almışam. Qızlar, növbəti gündən hər birinizi salamlayıram. Oliviyaya gəldim. Yenə özümə bir dənə saç spreyi istəyirəm, onu alacağım. Qızlar, bu da saç üçün olan spreydir. Bunu da yenə Oliviyadan aldım. Bu da 12 manatdan 6 manat 69 qəpik belə indirmə düşmüşdü. Aldım, yoxladım, amma yəni mənim saçlarım çox dolaşan saçdır. Elə bir yumşaltmadı mənə, nəsə bilmirəm. Bundan əvvəl Ollin saç spreyini istifadə eləmişəm. O çox xoşuma gəldi. Ondan da var idi. Bu dəfə dedim bundan alım, amma elə də yəni məni qane eləmədi. Bu da amma indirimdə idi. 6 manat 2 qəpiyə düşmüşdü. Qızlar, mən bunu Oliviyadan aldım. Parça maska indirmə düşmüşdü. 1 manat 2 qəpik. Amma hələ ki istifadə eləməmişəm. Ona görə bilmirəm necə olacaq. Bunu da belə ayırdım. Qoydum maskaların içinə.